Salam dəyərli dostlar. Deməli bu gün dünya hasilat sənayesi ilə bağlı dərsin izah ilə sizin qarşınızdayam. Deməli dünya hasilat sənayesi nədir? Gəl ilk olaraq bununla bağlı biz öyrənək nədir? Hasilat sənayesi hər hansı bir ehtiyatın, məsələn dəmir filizi, boksit, mis, daş kömür, neft, qaz, qızıl, almaz, fosfor və sair kimi belə deyək də ehtiyatların, xammalların çıxarılmasıdır, hasilat olunmasıdır. Yəni yerdən çıxarılmasıdır daha da doğru desək. Bu sənaye ilə məşğul olan əsasən ölkələr inkişaf etməkdə olan ölkələrdir ki, bunlar daha çox təbii ehtiyatları çıxarırlar və yerdən çıxarırlar belə deyək bu ehtiyatları inkişaf etməkdə olan ölkələrə satırlar. Nəticədə o xam maldan inkişaf etmiş ölkələr hazır məhsul əldə edirlər. Deməli, hasilat sənayesi nə oldu? Bu sadaladığımız təbii ehtiyatların mineral xammal hasilatı, yəni yerdən çıxarılması hasilat sənayesidir. Bu birinci sektora aid olan dünya iqtisadiyyatında birinci sektora aid olan sənaye növüdür. Hasilat sənayesinin demək dünya sənayesi məhsulun 10%-ni verir. Niyə az verir? Çünki buna səbəb elmi texniki inqilab dövründə istehsalın enerji və material tutumluluğunun, yəni xam mala tələbatı azalıb. Yəni artıq elm və texnoloji inqilabın nəticəsində artıq yəni enerjinin və yaxud da material ehtiyatlarının, yəni material tutumluluğu azalıb. Təbii xam malların tədricən süni və sintetik məhsullarla əvəz olunması bu prosesin belə deyək də baş verməsinə gətirib çıxardıb. Yəni süni və yaxud da ki sintetik məhsullar təbii xammallardan, ondan sonra enerjilərdən az istifadə olunmasına gətirib çıxardıb. Ona görə də hasilat sənayesi hazırda dünya sənayesinin 10%-nə yaxın belə deyək qarşılayır. ET dövründə sahənin əsas 3 istiqaməti olub, 3 istiqamətdə təsir göstərib. Birincisi nə olub? Məsələn, emal edici sənayenin hasilat sənayesinə nisbətən daha sürətli inkişaf etməsi. Yəni bu elmi texniki belə deyək inqilab yeni texnologiyaların, yeni inkişaf etmiş müasir belə deyək aparatların istehsalı artıq hasilat sənayesindən çox emal edici sənaye sürətləndirməsinə kömək edib, daha da sürətli inkişaf edib. Çünki hasilat xam malı çıxardır, satır, yəni yerdən çıxardır. O xam maldan müxtəlif cür belə deyək təbii belə deyək hazır məhsulu emal edici sənaye edir və bu emal edici sənayede də müxtəlif texnikalar bu sənayenin daha sürətli, daha da qloballaşan bir formaya gətirib çıxardıb. İqtisadiyyatın birinci, ikinci sektorları ilə üçüncü, dördüncü sektorlar arasında nisbət dəyişmişdir. Bəli, elmi texnoloji inqilab artıq birinci, ikinci həm emal, həm hasilat sənayesinin, üçüncü, dördüncü xidmət və informasiya belə deyək sənayesi arasında dəyişikliklərin baş verməsinə gətirib çıxartmışdır. Avtomatlaşdırma ilə əlaqədar 3-4-cü sektor payı artmışdır. Bəli, müasir dövrdə, qloballaşan dövrdə, belə deyək inkişaf edən dövrdə artıq ET 3-cü, 4-cü sektorun payını dünya iqtisadiyyatında artırmış, yəni birinci, ikinci sektorun payları isə azalmışdır. Çünki hər dövrdə baş verən bu yeniliklər, yeni inqilablar 3-cü, 4-cü sektorun payının artmasına səbəb olmuşdur. Hər bir təsərrüfat sahəsinin daxilində dəyişikliklər baş vermişdi. Yeni sahələr yaranmış, bəziləri isə öz əhəmiyyətini itirmişdi. Necə ki, daş kömür belə deyək sənayesi bir vaxtlar, yəni əvvəllər daha öndə qabaqcıl sənaye sahələri idi. Sonra neft, qaz gəldi. Sonra artıq belə deyək də elm texnologiya inkişaf etdi. Daha yeni növ enerji hasilatı, yəni enerji vasitələri belə deyək də kəşf olunandan sonra artıq onların əhəmiyyəti itdi və yeni belə deyək də sahələr, yeni sənaye sahələri yaranmağa səbəb oldu. Bu da nəyin təsiri ilə baş vermişdi? Elmi texniki inqilabın. Yəni elm və texnologiya inkişaf edir daima. Hər gün bu inkişaf öz növbəsində yenilikləri özü ilə birlikdə gətirir. Sonra biz burada gəlin görək bu hasilat sənayesinin hansı sahələri üzrə formalaşmışdır. Birinci gəlin baxaq neft sənayesi. Neft sənayesi əsasən neft ixrac edən ölkələrdə daha çox inkişaf etmişdir. Burada fikir versək, məsələn Sibir bölgəsində, Rusiyada, Şimal dənizi sahillərində, Norveç, Böyük Britaniya, burada Əlcəzair, Liviya, Afrikanın şimalı, Nigeriya, Mərkəzi Afrika,
ABŞ, Meksika, Venesuela, sonra İran körfəzi ətrafı ölkələr, İran, İraq, Səudiyyə Ərəbistan, İndoneziya, Cənub-Şərqi Asiya ölkələri. Bunlar əsasən neft istehsalı ilə fərqlənən ölkələrdir. Və yaxşı istehsal olunan, istehsal edən, ixrac edən ölkələr bunlardırsa, ixrac edən ölkələr hara olacaq? Təbii ki, neftin olmadığı ölkələr olacaq. Bunlardan məsələn hansılardır? Məsələn, elə Yaponiyadır, Avropa ölkələridir. Sonra biz buradan qeyd edə bilərik, ABŞ-ı da qeyd edə bilərik. ABŞ-da neft ehtiyatı olsa da daha çox idxal əsasında belə deyək, inkişaf etmişdir. Deməli, məsələn, burada istiqamətlərə baxaq. Neftin daşınma istiqaməti, neft ixal edən ölkələrə baxın, Yaponiya, yəni Şərqi Asiyada yerləşən Yaponiya, Avropa, Qərbi Avropa, bir də ABŞ-da, bir də Braziliyada bu daşınma istiqamətləri daha çoxdur. Yəni ixal edən ölkələrdir. Neft ixrac edən ölkələr bax, İran körfəzi ətrafı, Şimali Afrika, Mərkəzi Afrika, sonra Rusiya, Sibir bölgəsi, Şimal dənizi hövzəsi istiqamətlərində görürsüz. Cənub-Şərqi Asiya ölkələrindən Yaponiyaya, sonra Kanadadan və Meksikadan təbii ki ABŞ-a, burada Venezueladan ABŞ-a bu istiqamətlərdə əsasən nə olur? Neft sənayesinin daşınma istiqamətləri olur. Sonra bir diaqrama da baxaq. Neft sənayesinin inkişafında əsas belə deyək də müəyyən dövrlərdə neft sənayesinin dəyişməsi, qiymətinin dəyişməsi göstərilir bu diaqrama əsasən. Əsasən Brent neft markası Şimal dənizində 1970-ci ildə deməli adı ilə yaradılmışdı. Yatağın indi isə o məhsul neft olan belə deyək də bir sıra baş hərfləri ilə yaradılıb. Yəni bura özünüz baxarsınız, Brent neftin xassələri əsasdır. Bu da diaqramda fikir verirsiniz. Neft hasilatının neftin qiymətinin illər üzərində məsələn dəyişməsi olub. 2000 məsələn 19-da artıb, ən maksimum 2014-2015 arasında daha çox belə deyək 120 ABŞ dolları ilə belə deyək qiymətləndirilib bir barelin qiyməti. Yəni bunlar neft sənayesinə aid olan əsas məlumatlardan biri idi. Sonra qaz sənayesi var, təbii qaz sənayesi. Qaz sənayesi də demək olar ki, neft sənayesi ilə oxşar ərazilərdə yayılmışdır. Qaz hasilatı ilə fərqli olan belə deyək, fərqlənən ölkələr tutaq ki, Rusiya, Niderland, Şimal dəniz sahillərində Əlcəzair, Qətər, İran, Türkmənistan, Meksika, ABŞ, Kanada. Bunlar əsasən qaz istehsalı ilə fərqlənən ölkələrdir. Əsas daşınma istiqamətləri yenə Yaponiya, Avropa ölkələri, bir də ki ABŞ-dır. ABŞ-ın əsas daşınma istiqamətləri də elə yenə deyirəm, ABŞ-da ehtiyat olmağına baxmayaraq yenə də Meksikadan, Kanadadan və hətta Şimali Afrika ölkələrindən bura qaz ixal olunur. Rusiya, Avropa ölkələrinə, bizdə Xəzər dəniz sahillərində olan Azərbaycan da Avropa ölkələrinə, Türkiyə və digər İtaliyaya qədər təbii ehtiyatlar nə olur? İstiqamətdə belə deyək satılır, ixrac olunur. Deməli, qaz ixrac edən ölkələrdən Rusiya, Türkmənistan, İran, Qətər, Əlcəzair, Niderland, Meksika, Kanada, sonra ixal edən ölkələr Yaponiya, Avropa ölkələri, bir də ABŞ-dır ki, bunlar təbii qaz ixrac edir. Daş kömür sənayesinə baxaq. Daş kömür sənayesi əsasən daş kömür sənayesi neft və qaz sənayesindən əvvəl ən populyar sənaye sahələri olub. Sonradan qazın və neftin enerji hasilatında rol artması daş kömür ehtiyatlarının belə deyək də payının azalmasına səbəb olmuşdur. Gəlin indi baxaq kömür sənayesi hansı ölkələrdə var? Məsələn, Rusiya ərazisində var. Yataqlar var burada Peçoro, Moskva ətrafı, Lena, Tungusk, Kansk, Açınşka, sonra Ukrayna, Donetsk, Donbas vilayəti, Qazaxıstanda Qaraqanda, Ekspastus, Özbəkistanda Argen, Şargun, sonra Çində Fuşun, Carda, Kap, ABŞ-da Appalaç hövzəsi ətrafında, Almaniya, Rusar, Qonur kömür Almaniyada var, Çexiyada Karvin, Türkiyədə Zonguldaq, Ereğli, Hindistanın şimal-şərq hissəsində, Polşada Sleziya, Avstraliyada şərq hissəsi, Avstraliyanın şərq hissələri, bir də ki, Böyük Britaniyada, bir də Kolumbiya ərazisində
bu daş kömür ehtiyatları fərqlənir. Bəs daş kömür ehtiyatlarının əsas daşınma istiqamətlərinə fikir versək, əsasən fikir verək Avstraliyadan yenə Yaponiya, Rusiyadan, Qazaxıstandan, Ukraynadan Avropa ölkələrinə, burada Avropa ölkələrindən belə deyək də, Polşadan da yenə Qərbi Avropa ölkələrinə, ABŞ-dan Avropa ölkələrinə, Cardan Yaponiyaya, deməli burada yenə də Braziliyada, hətta bu Kanada, ABŞ-a, Braziliyada həmin istiqamətdə belə deyək daşınır. Deməli, hara oldu? Avstraliyadan Yaponiyaya ixrac edənlər Avstraliya, Car, sonra ABŞ, Kanada, Qazaxıstan, Ukrayna, Rusiya, Polşa kimi ölkələrdir. İdxal edən ölkələr isə əsasən Yaponiya, Qərbi Avropa ölkələri və Braziliya və ABŞ idxal edir. Təbii ki, yenə də ixrac edir ABŞ-da, həmçinin bax bu istiqamətdə daşınır. Bunlara diqqətlə siz özünüz də baxarsınız. Bu daşınma istiqamətləri ən çox da Yaponiya, Avropa ölkələri, ABŞ-da bunlar belə fərqlənirlər. Sonra dəmir filiz ehtiyatı. Dəmir filiz ehtiyatı əsasən qədim yaylalarda, qədim dağlarda müşahidə olunur. Burada baxaq, ABŞ-da məsələn yuxarı göl ətrafı, Rusiyada Kıma, Ukraynada Krivoy Rog, sonra Qazaxıstanda Kostanay, İsveçdə Kiruni, Azərbaycanda var məsələn Dəmiroğlu, Hamançay, Daşkəsən yataqları da var. Buna yanaşı Carda, Kanadada, sonra Hindistanda bax bu ərazilərdə var. Deməli, hara oldu? Avstraliya, Car, Braziliya, Hindistan, sonra Çin, Qazaxıstan, Rusiya, Ukrayna, ABŞ, Kanada və Afrikada da bir digər ölkə Liberiyadır ki, burada dəmir filiz ehtiyatı var. Dəmir filiz ehtiyatının daşınma əsas istiqamətləri yenə də Avstraliyadan Yaponiyaya, Hindistandan Yaponiyaya, Braziliyadan Yaponiyaya, sonra Braziliyadan ABŞ-a, Kanadaya, Braziliyadan Avropa ölkələrinə, yenə də Hindistandan Avropa ölkələrinə dəmir filiz ehtiyatları əsasən daşınır. Sonra boksit ehtiyatı. Boksit ehtiyatına görə fərqlənən ölkələr əsasən fikir versək, burada da diaqramlarla verilib. Avstraliya, Hindistan, Çin, əsasən Qazaxıstan, Rusiya, Qvineya, Yamayka, Venezuela, Surinam, Braziliya. Daha çox inkişaf etmiş ölkələrdə alüminium istehsalı hasilatı yaxşıdır. Alüminium emalı isə əsasən inkişaf etməkdə olan ölkələrdədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, belə deyək, ucuz enerji mənbələrinin çoxluğudur. Yəni SES-lərin, digər enerji, alternativ enerji mənbələrinin çox olması həmin alüminium emalında yüksək səviyyədə inkişaf etməkdə olan ölkələrin payı çoxdur. İnkişaf etmiş ölkələrin daha doğrusu. İnkişaf etməkdə olan ölkələr isə hasilatı yenə də Avstraliya, Çin. Avstraliya inkişaf etmiş ölkə olsa da belə, yəni hasilatı var, çoxdur təbii ki. Hindistandır, Çindir, Qazaxıstandır, Rusiyadır, Qvineyadır, Yamaykadır, Venezueladır, Surinamdır, Braziliyadır. Bunlar əsasən boksit hasilatı edir. Emalı isə inkişaf etmiş ölkələrdir. Sonra mis qurşaqları. Mis qurşaqları haqqında danışsaq, mis qurşağı əsasən iki regionda daha çoxdur. Peruda, Çilidə, And belə deyək hissələrində, Cənubi Amerikada And dağlarında mis qurşaqları, deməli Mərkəzi Afrikada isə Konqo və Zambiya ərazisində mis qurşaqları daha çox üstünlük təşkil edir. Deməli mis qurşaqları harda oldu? Peru, Çili, Konqo, Zambiya əraziləridir. Deməli Peru, Çili And dağlarında, Zambiya isə Mərkəzi Afrika ərazisində, Konqo Mərkəzi Afrika ərazisində yerləşir. Sonra Qalay Wolfram qurşağı. Qalay Wolfram qurşağı əsasən Cənub-Şərqi Asiya ölkələrindədir. Qalay Wolfram deyəndə bu istiqaməti yadınızda saxlayın. Sonra digər ehtiyatlardan məsələn nikel ehtiyatı var Kubada. Sonra xrom ehtiyatı var Türkiyədə. Dəmir ehtiyatı bayaq qeyd elədik İsveçdə. Deməli Qloberduzu Türkmənistanda, Qarabağaz belə deyək körfəzində Qloberduzu. Fosforit ehtiyatı Florida, Şimali Afrikada, Mərakeşdə daha çox üstünlük təşkil edir.